Kristof Kolombun yanlışlıkla Amerikanı keşf ettiğini bilirdinizmi? Aslında Kristof Kolomb Hindistan su yolunu keşf etməlidir. O da İspanya kralını da inandırırdı ki, güya Hindistan su yolunu keşf edəcəkmiş. Sən demə, düz gəmi ilə getmişdi Amerikaya. Orada da görmüşdü ki, ən çox qızıl dərilər var. Onda da elə bilirdi ki, Hindlilərdir, Hindular adını verməyə başladı. Ona görə deyirlər qızıl dərlilərə Hindular. Həm də ondan sonra da Amerigo Vespucci də ora gedəndə onda anladı ki, ora Amerikadır. Öz adını Amerika qoymuşdur. Həm də əslində var idi ki, o vaxtlar bəziləri Kristof Kolombdan qabaq da kəşf edən adalar olma. Əslində Bahamız, San Salvador adlı bir adaya getmişdi Kristof Kolomb. Elə bilirdi oranın da əhalisi Hindudur. Hindistanın da bu qədər önəmli olduğunu sizə deyim. Həm də ən çoxu Hindistan elə önəmli yer idi ki, həm də ədvatları ilə də məşhur idi o. Həm də belə mədənləri də sayəsində də məşhurlaşmışdı. Amerigo Vespucci dediyim kimi, onda da demişdi ki, bura Amerikadır. Həm də get-gedə müstəmləkə də onun sayəsində də müstəmləkəçilik də başalıb getmişdir. Amerikada da qızıl dərlilərin də ölümü başlamışdır. Həm də Kristof Kolombun da Amerikanı kəşf etmə əfsanəsi yaranmışdır. Ondan qabaqda vəsairəli vikinglərdir. Eləsi və qızıl dərilər də orada yaşayıblar. Həm də buz dövründən bəri də orada da olublar. Miladda öncə yaşayıblar o Amerika tərəfdə. Həm də bəzi insanlar da var ki, orada elə sonra vikinglər də özlərini ev düzəltmişdilər orada da. Həm də o Kristof Kolombdan qabaq kəşf edənlər də vikinglər olmuşdur. Hamısı da yəni Kristof Kolombun əslində Hindistan su yolunu kəşf eləməlidir, amma ondan da Amerika kəşf eləmişdir. Orada da onun da üzündən Amerikan dövləti yaranandan sonra qızıl dərilər keçdi qırılmaq.